Aqrofobiya düşmənin harda olduğunu bilmədiyin açıq meydanda tək qalmaq kimidir. Ətrafında sülh olsa da içində müharibə başlayır. Bəzi insanların evdən çıxmaları üçün dəli cəsarətinə ehtiyacı var. Onlar meydanları, ticarət mərkəzlərini, metroları, parkları və ümumiyyətlə açıqlıqda olan hər şeyi təhlükəli bölgələr kimi görərlər. Sanki bu zonalar yalnız başı dəbilqəli, qorxusuz supermenlərin daxil olması üçündür. Açıq məkanlar insana sonsuz imkanlar təklif edir, amma eyni zamanda sonsuzluq qarşısında yaranan daxili boşluq hissini də xatırladır. Aqrofobiyalı insanlar qapalı və dar otaqda özlərini daha çox güvəndə hiss edirlər. Çünki o otaq tanışdır, sərhədləri var və nəzarət oluna bilən yerdir. Bu qorxu yalnız birdən nəsə olar hissi deyil, eyni zamanda mən o məkanda var ola bilmərəm inancının bədənə göndərdiyi siqnaldır. Ora getsəm huşumu itirərəm, birdən orada panikaya düşərəm və heç kim kömək etməz. İnsanların içində zəif görünərəm, birdən orada ölərəm və heç kim məni qurtarmaz. İnsan bilinməyəni idarə edə bilmədikdə zehni siqnalizasiyanı işə salır. Əslində isə qorxduğu şey həyatın qeyri-müəyyənliyidir. Aqrofobiyalı insanın zehni bədənə, bədəni zehnə etibar etmir. O bədəninin ona xəyanət edəcəyindən və özünü idarə edə bilməyəcəyindən qorxur. Bu vəziyyətin kökündə keçmişdə bir məkanda yaşanmış panik atak, nəfəs darlığı, ani ürək getmə və ya tək qalma travması ola bilər. Məkanla əlaqələndirilmiş emosional yaddaş bu lövbərləri yaradır və zehin bu yerlərə getməyi dəhşətə doğru getmək kimi kodluyur. Əslində onu qorxudan öz içində olan azadlıqdır. Çünki azadlıqla birgə seçim gəlir, məsuliyyət gəlir, hərəkət gəlir və zehin bu ağırlığı daşımağa hazır deyil. Aqrofobiyanın altında duran dərin inanc budur. Mən çöldə gücsüzəm. Aqrofobiya nəfəs almaq istəyən, amma nəfəsinin boğulacağından qorxan zehnin tragediyasıdır. O sərbəst olmaq istəyir, amma sərbəstlik risk deməkdir. Risk nəzarətsizlikdir. Nəzarətsizlik zəiflikdir. Zəiflik isə təhlükəlidir. Bədən isə bu kodu simptomlarla ifadə edir. Nəfəs daralır, baş gicəllənir, əllər titrəyir, vücud donur. Nəticədə çölə çıxmaq olmaz inancı daha da möhkəmlənir. Bu hal o qədər real görünür ki, insanın bədəni özünü qorumaq üçün evə qapanır. İnsan zövq almaq üçün yox, qorxmamaq üçün yaşayırsa, bu həyatın faciəsidir. Əgər həqiqətən yaşamaq istəyirsənsə, nat səni çöldəki güvənlə tanış edəcək. Aqrofobiya var olmaqla yox olmaq arasında tarazlığın pozulmasıdır. Evdəsənsə varsan, amma yaşaya bilmirsən. Çöldəsənsə yaşaya bilərsən, amma varlığını təhlükədə hiss edirsən. Çoxları simptomları susturmağa çalışır. Çox azı isə onların nə demək istədiyini dinləyir. Əgər sən o azlardan birisənsə, yollarımız hardasa kəsişəcək. Azadlıq istəyi ilə təhlükə qorxusu toqquşanda fobiya doğulur. Aqrofobiya dənizə baxmağa, onun sonsuzluğunda boğulacağını düşünərək suya girməməkdir. Fikirləriniz çox maraqlıdır.